Biri dedi, mən gedib gələndən sonra məşhədə utanıram naməhrəmə baxım. Gedməmişdən deyir, Allah'tan utanmırdım ha. İndi elə ki gedib gəlmişəm, Allah'ın ayatını görmüşəm. İmam Rıza aleyhisselam mən diri gördüm dəhşətdə deyir. Diri. Bu insan ölməyib, ölən insanda bu cür cahcəlal olmaz. Gerek diri olsun, bunun cahcəlal olsun. Mən deyir İmam Rıza aleyhisselamı bu cür diri gördüm. İndi istəyirəm baxın naməhrəmə, utanıram. Həya eləyirəm o gözdən İmam Rıza'ya da baxa, naməhrəmə də baxa. Həya eləyirəm ondan. Bunlar bir vasitədir, vəsilədir ki insan özünü düzəldə. Bəs onların baxışları belə nədir? Allahlandır. Elə ki insanın əli, ayağı, gözü, qulağı, dili oldu Allahla, insana bəsdir. Bundan artıq nə istəyirsən? Elə əsli mətləb budur ki insan bunu eləyər. Bunu qazandın da sənə bəsdir. Gerek insan özün danlayaq. Özümüz özümüzü gerek danlayaq. Biraz onu da ayıraq özümüz. Görürsən evdə uşaq şuluqluq eləyir. Deyirsən bura əlbi vurur. Elə ürəgin istəyir danlayasan. İnsan gezir elə ürəgi istəyir kimisə danlasın. O atalar ki övladlarını çox danlayırlar, onlar özlərini unudublar. Özlərindən çıxıblar bayram. O atalar ki övladlarını az danlayırlar, tərbiyələri ilə məşğuldular. Çün əvvəlcə özlərini danlayırlar. Uşağın tərbiyəsi, əxlaqı, o da başqa bir bəhsidir, mənbəllik deyil. Saatlarla görək o haqda danışasan. Gerek proqrama yazılsın o barədə. Övladı necə tərbiyə eləyərlər. Amma bu elə axtarır oğlunda nəsə də, övladda nəsə axtarır ki, bir dənə balaca elə əlini uzatsın, danlasın. Axtarır elə kimisə danlasın. Evə çatdı, arvad bir yana, uşaq bir yana, ata bir yana, ana bir yana, hamısını danlayır elə. Nə olur? Çünki özünü itirib, özü yadında deyil. Yadından çıxartıb özün. Elə ki insan özünü unutdu, başlayacaq kimlərisə danlamadan. Elə biləcək, təqvalıdır. Allah rəhmət eləsin Ruhullah İmam Xomeyni'nin özel bir kəlamı var, buyurur. Ey mübəlliğlər, ey müdərrislər, ey namaz qılanlar. Yəni hər dəstəyə aid eləyir sözü, cümləsi budur. Buyurur, özünüzü düzəltmədən başqasının islahına qalxmayın. Özünüzü düzəltmədən başqasının islahına qalxmayın. Yanarsınız, yandırarsınız. Bu zərif şeydir, bu lətif şeydir. Özünü islah elə. Sənə 30 yaşında atom başa sala bilmirdi. İndi istəyirsən 1 yaşında uşağı başa salasan. Gecə saat 3'də səni Allah bilə hardan tapırdı. İndi 25 yaşın var, ata olmusan, 1 yaşında uşaqdan onu tələb eləyirsən, 25'də başa düşmürdün. İnsan görək bir qayda özünə də baxan, bir özü haqqında da danışan.